Bugün kələmdən cəmi 5 dəqiqəyə asan üsulla kalorisiz dietik salata hazırlayacağım. Salata hazırlamaq üçün kələmi bu qaydada nazik şəkildə doğrayıram. Üzərinə bir çay qaşığı duz əlavə edib, əlimlə ovxaladıqdan sonra bir kənara qoyuram. Xiyarı qabıqlı şəkildə rəndədən keçirdirəm. Suyun biraz sıxıram ki, salata su salmasın. Sonda geniş bir qabın içərisinə əlavə edirəm. Kələmin də suyun sıxıb xiyarın üzərinə əlavə edirəm. Bir ədəd əvvəlcədən qabığın soyduğum çiğ kökü də rəndənin iri gözündən keçirdirəm. Ərzaqların üzərinə doğranmış keşniş, şüyüd, cəfər əlavə edirəm. 1/4 limon suyu, biraz da zeytun yağı əlavə edirəm. Zeytun yağını qarğıdalı yağı ilə də əvəz etmək olar. Duzu üstü da əlavə etdikdən sonra qaşıqla qarışdırıram. Qeyd edim ki, duzu kələmə əvvəlcədən vurduğumdan sonradan az əlavə etdim. Artıq gördüyünüz kimi salata hazırdır. Çox ləzzətlidir, hazırlamağa dəyər. Salatı ağzı bağlı qabda, soyucuda 1-2 gün saxlamaq olar. Əgər videom sizlər üçün faydalı oldusa, izləyərkən bəyənməyi, kanalımıza abunə olmağı unutmayın.